Değerli izleyicilerim, bugün tutulma dövrü hakkında ətraflı danışmaq istəyirəm. Əvvəlki Reelslərə əlavə olaraq onu deyə bilərəm ki, tutulma dövrü 17 fevralda başlayıb 3 marta kimi davam edəcək. Bu dövrə astroloqlar tutulma dəhlizi deyirlər. Əslində tutulmaların təsiri 3 ay əvvəldən başlayıb 3 ay sonraya kimi davam edə bilər. Yəni bu dövrdə həyatınıza gələn adamlar, üzləşdiyiniz situasiyalar təsadüfi görünsə də təsadüfi deyil. Bu dövrdə yaxınlaşdığınız insanlara və yaxud da hadisələrə tövsiyə edirəm ki, diqqət yetirəsiniz. Tutulma Uran planeti ilə kvadrat aspektdir. Bu gərgin aspektdir. Bu dövrdə anidən, gözlənilmədən olan hadisələr baş verə bilər və gözlənilməz xəbərlər eşidə bilərsiniz. Tutulmanın özünə əgər diqqət yetirsək, görəcəyik ki, tutulma özü Günəş və Ay, Mars və Venera planetlərinin düz ortasında yerləşir. Bu dövrdə 6 ay ərzində maddi məsələlər və sevgi münasibətləri çox aktiv öndə olacaq və münasibətlər hər bir insanın həyatında vacib bir yer tutacaq. Bu dövrdə çalışın ki, aqressiv münasibətlər və yaxud da gərgin konfliktlərdən uzaq olasınız. Çünki əgər bu dövrdə hər hansı bir küsürlük baş versə, münasibətlər korlansa, artıq onun düzəlməsi mümkün olmayacaq. 17 fevral tutulması 2007-ci ildə və 2018-ci illərdə buna oxşar tutulmalar yaşanmışdı. Hətta yaşı imkan verənlər 1999-cu ilin fevral ayına da əgər xatırlaya bilsələr, o dövrdə olan hadisələr kimi hadisələr ola bilər ki, təkrarlansın. Tutulmanın ağır təsirini, gərgin təsirini azaltmaq üçün mavi, bütün göy rənglərdən istifadə etmək, geyimlərdə, aksesuarlarda bu rənglərdən istifadə etmək daha yaxşı olar. Tutulmanın daşı lapis lazuli. Bu rəngdə, göy rəngdə bir daşdır. Bunlardan alıb istifadə edə bilərsiniz və yaxud da çantanızda gəzdirə bilərsiniz, qolbaq kimi də istifadə edə bilərsiniz. Bu dövrdə dostlarınızla, yoldaşlarınızla, yaxın adamlarla, kollektivlə gözəl vaxt keçirmək, əylənmək tutulmanın gərgin aspektini azalda bilər. Tutulmanın bürclərə təsiri haqqında əgər danışsaq, onu deyə bilərəm ki, tutulma əlbəttə ki, ilk növbədə dolça bürclərinə təsir edəcək. Əqrəb, Şir və Buğa bürcləri də öz həyatlarında bu tutulmanın təsirini hiss edəcəklər. Əsasən 12-si, 22-si tarixləri arasında doğulanlar bu tutulmanın təsirini daha çox hiss edəcək. Onların həyatlarını tamamilə deyərdim ki, dəyişəcək bir hadisənin baş verməsinin şahidi olacaqlar. Digər bürclərə də əlbəttə ki, təsiri ötüşməmiş deyil. Çünki dolça bürcü hər bir insanın həyatında hər hansı bir hadisənin baş verməsinə səbəb olacaq. Ötən reelslərimdə əlbəttə ki, bir-bir hər bir bürcün həyatında bu tutulmanın təsirini necə olacağı barədə paylaşmışam.